üçün dəyişkən və maraqlı bir gündür. Bəzi bürclər üçün gözlənilməz fürsətlər yarana bilər. Digərləri isə qərar verərkən daha diqqətli olmalıdır. Sevgi, pul və karyera sahəsində sizi hansı dəyişikliklər gözləyir? Günün enerjisi sizin tərəfinizdə olacaqmı? Gəlin indi bürclərə birlikdə baxaq və hər bürc üçün vacib məqamları öyrənək. Qoç. Bugün istənilən vacib görüşlər və danışıqlar üçün olduqca əlverişli enerjilər formalaşır və siz özünüzü inamlı, sözünüzü dəqiq ifadə edən bir mövqedə hiss edəcəksiniz. Söhbətin işlə və ya şəxsi münasibətlərlə bağlı olmasının fərqi yoxdur. Qarşı tərəf sizi diqqətlə dinləyəcək, arqumentlərinizi anlayacaq və mövqeyinizə hörmətlə yanaşacaq. Xüsusilə potensial tərəfdaşlar və işə götürənlərlə təmaslar uğurlu alınacaq. Çünki siz həm peşəkarlığınızı, həm də liderlik keyfiyyətlərinizi təbii şəkildə nümayiş etdirə biləcəksiniz. Danışıqlar zamanı çevik davranmağınız və situasiyanı tez qiymətləndirməyiniz əlavə üstünlük yaradacaq. Hətta gözlədiyinizdən də sərfəli şərtlərə nail olmaq, uzun müddətli əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırmaq ehtimalı yüksəkdir. Cümə günü yeni bir işə başlamaq üçün də münasib zamandır və daxili motivasiyanız sizi tərəddüd etmədən hərəkətə keçməyə sövq edəcək. Başladıqlarınızın hamısını bu həftə ərzində tamamlamaq mümkün olmasa da, atacağınız ilk addımlar strateji baxımdan böyük əhəmiyyət daşıyacaq. Siz prioritetləri düzgün müəyyənləşdirəcək, resurslarınızı daha səmərəli bölüşdürəcək və gələcək fəaliyyət planınızı daha aydın şəkildə formalaşdıracaqsınız. Bu mərhələdə səbirli olmaq və tələskən qərarlardan uzaq durmaq uğurunuzu möhkəmləndirəcək. Köməyə ehtiyac yaranarsa, həm köhnə tanışlara, həm də bu yaxınlarda ünsiyyət qurduğunuz insanlara müraciət edə bilərsiniz. Çünki sosial çevrənizdə sizə dəstək verməyə hazır olanlar kifayət qədərdir. Günün enerjisi təşəbbüskar addımları, məsuliyyətli qərarları və öz gücünə inamı dəstəkləyir. Əsas məsələ bu fürsəti düzgün qiymətləndirmək və başladığınız istiqamətdə ardıcıl irəliləməkdir. Buğa. Bugün böyük uğurlar və parlaq qələbələr gözləməyə dəyməz. Çünki enerjilər daha çox sabitlik və mövcud vəziyyətin qorunmasına yönəlib. Gün kifayət qədər sakit keçəcək və taley yüklü dönüşlər vəd etməsə də bu dəyərli irəliləyişin zəmininin olmadığını göstərmir. Əksinə, planlarını artıq müəyyənləşdirib seçdiyi istiqamətdə inamla addımlayan buğalar məqsədə tam çatmasalar belə ona xeyli yaxınlaşa biləcəklər. Sizin gücünüz məhz ardıcıllıq və dözümdədir. Bu xüsusiyyətlər bugün xüsusilə ön plana çıxacaq. Tələsmədən, emosiyalara qapılmadan hərəkət etməyiniz nəticələrin keyfiyyətini artıracaq. Daha əvvəl sizə dəstək olmuş müttəfiqlər və etibarlı tərəfdaşlar yenə yanınızda olacaq. Onların təcrübəsi və obyektiv baxışı yolunuzu daha da aydınlaşdıracaq. Əgər yeni bir işə başlayırsınızsa, ilk addımları tək başına atmaq daha məqsədə uyğundur. Çünki situasiyanı ən düzgün qiymətləndirə bilən şəxs hazırda sizsiz. Kimin faydalı məsləhət verəcək, kiminsə prosesə lazımsız müdaxilə edəcəyini dərhal müəyyənləşdirmək asan olmayacaq. Buna görə əvvəlcə öz müşahidələrinizə və daxili hisslərinizə güvənin. Situasiyanı bütün detalları ilə anlayın və yalnız bundan sonra məsləhətə müraciət edin. Praktik yanaşmanız və sağlam düşüncəniz sizi yanlış addımlardan qoruyacaq. Bugün emosional yox, rasional qərarlar üstünlük təşkil etməlidir. Təmkinli mövqe seçsəniz, yaxın günlərdə daha stabil və perspektivli nəticələr əldə etmək üçün möhkəm baza formalaşdırmış olacaqsınız. Əkizlər. Bugün bir çox sahədə əla nəticələr əldə etmək şansı yaranır və ulduzlar sizi daha çevik, təşəbbüskar və qərarlı olmağa çağırır. Uğurun əsas şərti sürətlə hərəkət etmək və xırda detallara həddindən artıq alüdə olmamaqdır. Sürət baxımından adətən çətinlik çəkməsəniz də, əsas tapşırıqlara fokuslanmaq bugün düşündüyünüz qədər asan olmayacaq. İnformasiya bolluğu və paralel təkliflər diqqətinizi yayındıra bilər. Üstəlik ətrafınızda maraqlı, lakin real nəticə vəd etməyən işlərlə məşğul olan insanlar çox olacaq və sırf maraq naminə onlara qoşulmaq istəyi yarana bilər. Bu cür cazibələrə qəti yox demək və prioritetləri düzgün müəyyənləşdirmək vacibdir. Enerjinizi həqiqətən perspektivli istiqamətlərə yönəltsəniz, günün sonunda məhsuldarlığınız sizi sevindirəcək və özünüzlə qürur duyacaqsınız.
Qeyri-adi ideyalar və yaradıcı planlar formalaşa bilər. Xüsusilə intellektual və kommunikasiya tələb edən sahələrdə parlaq düşüncələr ön plana çıxacaq. Bu ideyaların həyata keçirilməsi isə müəyyən maliyyə və zaman resursu tələb edə bilər. Maliyyəniz kifayət qədər olsa belə, emosional impulsla yox, strateji yanaşma ilə qərar vermək daha məqsədə uyğundur. Hazırda nə qədər vəsait xərcləməyə hazır olduğunuzu və bunun uzun müddətli perspektivdə sizə nə qazandıracağını obyektiv qiymətləndirin. Tələskənlikdən uzaq durmaq sizə üstünlük verəcək. Əgər balansı qoruya bilsəniz, bugünkü düşüncələr gələcəkdə real və gəlirli proyektlərin təməlini qoya bilər. Xərçəng. İş və fəaliyyət planları, biznesin inkişafı və mümkün karyera artımı ilə bağlı müzakirələr üçün olduqca əlverişli gündür və siz özünüzü ciddi, məsuliyyətli və məqsədyönlü şəkildə təqdim edə bilirsiniz. Daxili intuisiyanız güclənir və bu qarşı tərəfin niyyətlərini daha tez anlamağa imkan verir. Kimsə sizi çaşdırmağı və ya şübhəli layihələrə cəlb etməyi çətin olacaq, çünki bugün emosiyalardan çox məntiqə söykənirsiniz. Müzakirələrdə arqumentləriniz aydın və əsaslı səslənəcək. Bu da etibar qazanmağınıza kömək olacaq. Maliyyə məsələlərini həll etmək üçün də münasib zamandır. Vəziyyəti real dəyərləndirəcək, hər də qənaət etməli, nəyə yatırım etməli və hansı riskli təşəbbüslərdən uzaq durmalı olduğunuzu düzgün müəyyənləşdirəcəksiniz. Hətta əvvəllər kommersiya mövzularına maraq göstərməyən xərçənglərdə belə sahibkarlıq bacarığı və strateji düşüncə üzə çıxacaq. Bununla yanaşı, sosial həssaslığınız da ön planda olacaq və bir çoxunuz başqalarının işlərinə aktiv şəkildə qoşularaq çətin vəziyyətdə olanlara təmənnasız dəstək verəcəksiniz. Sizin empatiyanız və diqqətiniz ətrafdakılar tərəfindən yüksək qiymətləndiriləcək. Bu cür münasibət həm mənəvi məmnuniyyət gətirəcək, həm də gələcək üçün etibarlı əlaqələr formalaşdıracaq. Gün ərzində qurulan ünsiyyətlər təsadüfi görünə bilər, lakin onların bir qismi uzun müddətli dostluq və ya faydalı əlaqəyə çevrilə bilər. Humanist yanaşmanızla yanaşı, praqmatik mövqeyi qorumağınız balans yaradacaq. Bugün həm peşəkar, həm də şəxsi müstəvidə möhkəm təməl atmaq imkanınız var və doğru seçimlər sizi daha stabil mərhələyə aparacaq. Şir. Yığılıb qalmış problemləri həll etməyin vaxtıdır və bugün təşəbbüsü ələ almaq üçün kifayət qədər güc və qətiyyət hiss edəcəksiniz. Siz situasiyanı bütöv şəkildə görmək bacarığına maliksiniz və bu, mürəkkəb məsələləri daha sistemli şəkildə çözməyə imkan verəcək. Kiçik detallar üzərində lüzumsuz vaxt itirmədən birbaşa ən çox narahatlıq doğuran mövzuya keçə bilərsiniz. Çünki psixoloji olaraq buna hazırsınız. Qəti mövqeyiniz ətrafdakılara da inam verəcək və tərəddüdləri aradan qaldıracaq. Tək hərəkət etməli olmayacaqsınız. Çünki qısa zamanda həmfikirlərdən ibarət güclü komanda formalaşacaq. Liderlik və təşkilatçılıq bacarıqlarınız parlaq şəkildə üzə çıxacaq. Tapşırıqlarınızı dəqiq bölüşdürəcək və prosesə nəzarəti əlinizdə saxlayacaqsınız. Bu yanaşma nəticələrin sürətli və keyfiyyətli olmasını təmin edəcək. Eyni zamanda diqqət mərkəzində olmaq ehtimalınız yüksəkdir və bu həm məsuliyyət, həm də yeni imkanlar deməkdir. Qeyri-adi görüşlər və maraqlı tanışlıqlar gününüzə dinamika qatacaq. İnsanlar sizin enerjinizə və özünə inamınıza cəlb olunacaq. Bu isə yeni əməkdaşlıqlar üçün zəmin yarada bilər. Bugün başlayan ünsiyyət həm işgüzar, həm də dostluq münasibətlərinə çevrilə bilər və hansı istiqamətdə inkişaf edəcəyinə qərar verən tərəf siz olacaqsınız. Səmimi, amma eyni zamanda prinsiplərinizə sadiq mövqe seçmək vacibdir. Günün enerjisi sizi ön plana çıxarır və düzgün qərarlarla bu mərhələni uzun müddətli uğura çevirə bilərsiniz. Qız. Uzun müddətli planlar qurmaq və gələcək strategiyanı müəyyənləşdirmək üçün olduqca münasib gündür. Çünki düşüncələriniz aydın və sistemlidir. Bugün hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini daha real qiymətləndirə, kimlərin sizin tərəfinizdə dayanacağını və hansı çətinliklərin yarana biləcəyini əvvəlcədən təxmin edə biləcəksiniz. Analitik qabiliyyətiniz güclənir və detalları düzgün birləşdirərək ümumi mənzərəni görmək sizə üstünlük verir. Son vaxtlar irəliləyiş əldə edə bilmədiyiniz vacib məqsədləri xatırlamaq və onları yenidən gündəmə gətirmək faydalı olacaq.
Mümkündür ki, məhz bugün bir neçə əhəmiyyətli addım atacaq və uzun müddətdir ləngiyən prosesə hərəkət verəcəksiniz. Səbirli və ardıcıl yanaşma seçsəniz, vəziyyət tədricən və sabit şəkildə yaxşılığa doğru dəyişməyə başlayacaq. Qeyri-adi və perspektivli görüşlər də mümkündür və bu ünsiyyətlər gözlədiyinizdən daha böyük rol oynaya bilər. Bir çox qız əvvəllər haqqında çox eşitdiyi, lakin birbaşa əlaqə qurmadığı insanlarla tanış olmaq imkanı əldə edəcək. Bu təmaslar peşəkar baxımdan dəyərli məlumat və yeni baxış bucağı qazandıra bilər. Gün ərzində qurulan əlaqələr gələcək əməkdaşlıqların və ya ortaq layihələrin başlanğıcı ola bilər. Xüsusilə biznes və karyera sahəsində yeni imkanların qapısı açıla bilər. Əsas məsələ özünüzü təbii və peşəkar şəkildə təqdim etmək, eyni zamanda real gözləntiləri qorumaqdır. Bugün atılan düşünülmüş addımlar yaxın perspektivdə sabit və etibarlı nəticələr vəd edir. Tərəzi. Potensial işə götürənlər və ya işgüzar tərəfdaşlarla görüş planlaşdıran tərəzilər üçün gün xüsusilə uğurlu enerjilər vəd edir. Çünki diplomatik bacarığınız və balanslı mövqeyiniz qarşı tərəfdə etibar yaradır. Danışıqlar zamanı həm öz maraqlarınızı qoruyacaq, həm də ortaq məxrəcə gəlməyi bacaracaqsınız. Əməkdaşlığın əsas şərtləri barədə razılığı əldə etmək düşündüyünüzdən daha asan olacaq və proses uzanmayacaq. Biznesin inkişafı ilə bağlı konkret və real planlar formalaşa bilər. Xüsusilə uzun müddətli perspektivə hesablanmış layihələr ön plana çıxacaq. Son vaxtlar doğru yolu seçib-seçmədiyinə şübhə edən tərəzilər üçün isə bugün aydınlıq mərhələsi olacaq. Daxili tərəddüdlər azalacaq və hansı istiqamətdə irəliləməli olduğunuzu dəqiq anlayacaqsınız. Bu aydınlıq qərarvermə prosesini xeyli sürətləndirəcək. Yeni tapşırıqların həllinə başlamaq və ümumilikdə təşəbbüs göstərmək üçün münasib zamandır. Çünki ulduzlar aktiv mövqeyi dəstəkləyir. Passiv gözləmə strategiyası yerinə konkret addımlar atmaq daha çox nəticə verəcək. Bəzi tərəzilər nüfuzlu və təsir gücü olan şəxslərin dəstəyini qazanmaq imkanı yaranacaq, bu isə mövqelərinizi gücləndirəcək. Hətta güclü rəqiblərlə rəqabətdə belə inandırıcı üstünlük əldə etmək üçün müttəfiqlər tapmaq mümkündür. Əsas şərt obyektivliyi qorumaq və emosional qərarlardan uzaq durmaqdır. Günün enerjisi sizi həm strateji düşünmək, həm də münasibətləri düzgün qurmaq imkanı verir. Bu fürsəti dəyərləndirsəniz, yaxın gələcəkdə möhkəm və davamlı uğur üçün baza yaratmış olacaqsınız. Əqrəb. Günün əvvəli bir qədər gərgin və emosional baxımdan dalğalı keçə bilər. Lakin əsas çətinliklər real hadisələrdən çox daxili əhval-ruhiyyənizlə bağlı olacaq. Bu saatlarda bir çox əqrəblər situasiyalara daha skeptik və hətta qaranlıq prizmasından baxmağa meyilli ola bilərlər. Kiçik maneələr gözünüzdə böyüyə, adi gecikmələr isə ciddi problem kimi görünə bilər. Bu psixoloji fon yalnız sizin məhsuldarlığınıza deyil, ətrafdakı insanlarla münasibətlərə də təsir edə bilər. Tənqidi yanaşmanı nəzarətdə saxlamaq və emosional reaksiyaları yumşaltmaq vacibdir. Özünüzü daha nikdim kökləməyə çalışsanız, hadisələrin düşündüyünüz qədər mürəkkəb olmadığını anlayacaqsınız. Gün irəlilədikcə mənzərə dəyişəcək və təkcə problemlərin deyil, paralel şəkildə yeni imkanların da yarandığını görəcəksiniz. Günün ikinci yarısı isə xeyli uğurlu və dinamik enerjilərlə müşahirət olunacaq. Maraqlı təkliflər ala bilər, perspektivli əməkdaşlıqlar barədə ilkin siqnallar eşidə bilərsiniz. Xoş tanışlıqlar və gözlədiyinizdən daha böyük rol oynaya bilən ünsiyyətlər sizi nəyə yeni baxış bucağı qazandıracaq. Uzaqdan gələn ruhlandırıcı xəbərlər motivasiyanızı artıracaq və səhərki tərəddüdləri arxa plana qoyacaq. Bu mərhələdə intuisiya ilə yanaşı soyuqqanlı analiz də sizə kömək edəcək. Daxili gücünüzü düzgün istiqamətə yönəltsəniz, günün ikinci yarısı həm emosional, həm də praktik baxımdan əhəmiyyətli irəliləyiş vəd edir. Əsas məsələ səhərin müvəqqəti kölgəsinin bütün gününüzü müəyyən etməsinə imkan verməməkdir. Ox atam, bugün başqaları üçün gərgin və yorucu təsir bağışlasa da, siz bu tempdən zövq alacaqsınız və enerjinizi düzgün istiqamətə yönəldə biləcəksiniz. Dinamika və dəyişkənlik sizi ruhlandırır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq imkanı isə potensialınızı daha geniş şəkildə göstərməyə şərait yaradır.
darıxmaq üçün səbəb olmayacaq. Çünki həm intellektual, həm də praktiki baxımdan aktiv olacaqsınız. İdeyalarınızı qiymətləndirən və dəstəkləyən insanların yanınızda olması əlavə motivasiya verəcək. Uzun-uzadı izahatlara ehtiyac qalmadan sizi anlayacaqlar. Ünsiyyətdə açıq və səmimi mövqe seçməyiniz əməkdaşlığı asanlaşdıracaq. Məhz çevikliyiniz və eyni anda bir neçə məsələni düşünə bilmə qabiliyyətiniz sayəsində köhnə rəqiblər və ya sizi tənqid edənlər üzərində inandırıcı üstünlük qazana bilərsiniz. Günün ilk yarısında əldə etdiyiniz nəticələr ətrafdakıların diqqətindən yayınmayacaq və nüfuzunuzu artıracaq. Sizin təşəbbüskarlığınız və risk etmək bacarığınız müsbət qarşılanacaq. Bir neçə saat sonra maraqlı və perspektivli təkliflər almağınız mümkündür. Xüsusilə də əvvəlki uğurlarınız buna zəmin yaradacaq. Qarşınıza çıxan variantları diqqətlə dəyərləndirmək və emosional deyil, strateji seçim etmək vacibdir. Bugün atılan addımlar yaxın gələcəkdə daha geniş imkanların qapısını aça bilər. Enerjinizi məqsədyönlü şəkildə idarə etsəniz, həm peşəkar, həm də şəxsi sahədə əhəmiyyətli irəliləyiş əldə edə bilərsiniz. Oğlaq. Əgər böyük və iddialı planlarınız varsa, bu günü dəyərləndirmək vacibdir. Çünki kosmik enerjilər sizi konkret addımlar atmağa təşviq edir. İndi doğru istiqamətdə ilk təşəbbüsü göstərmək və uzunmüddətli hədəflər üçün təməl formalaşdırmaq mümkündür. Şərait ümumilikdə əlverişli olacaq və proses düşündüyünüz qədər çətin görünməyəcək. Ehtiyac yaranarsa, təcrübəli və etibarlı insanların dəstəyini almaq şansınız var. Sizdən tələb olunan əsas amil daxili qətiyyət və seçdiyiniz yolun doğru olduğuna inamdır. Bir çox oğlaqlar nüfuzlu şəxslərin diqqətini cəlb edə və ya mümkünsüz anlayışını qəbul etməyən güclü müttəfiqlərlə əməkdaşlığa başlaya biləcəklər. Bu dəstək gələcək mərhələlərdə mövqelərinizi daha da möhkəmləndirəcək. Gündəlik və rutin işlərin öhdəsindən də yüksək məhsuldarlıqla gələcəksiniz. Çünki intizam və məsuliyyət hissiniz güclüdür. Xüsusilə yaradıcılıq, çeviklik və yeniliyə açıq yanaşma tələb edən tapşırıqlar gözlədiyinizdən daha asan alınacaq. Praktik təfəkkürünüzlə innovativ ideyaları birləşdirə biləcəksiniz. Başqalarının təkidi və məsləhətlərinə baxmayaraq, öz seçdiyiniz strategiyadan geri çəkilməyəcəksiniz və bu mövqe sizə üstünlük qazandıracaq. Gün ərzində qəbul etdiyiniz qərarlar uzunmüddətli nəticələrə təsir göstərə bilər. Əsas məsələ riskləri düzgün hesablamaq və emosional deyil, rasional mövqe tutmaqdır. Bugün göstərdiyiniz iradə və ardıcıllıq sizi hədəflərinizə bir addım daha yaxınlaşdıracaq. Dolça. Günün əvvəlində bir neçə xoşagəlməz məqam və gözlənilməyən ləngimələr yarana bilər ki, bu da planlarınızı müvəqqəti olaraq dəyişməyə məcbur edəcək. Xüsusilə həm iş, həm də şəxsi məsələləri paralel şəkildə idarə edən dolçalar üçün bu mərhələ daha yorucu görünə bilər. Eyni anda bir neçə istiqamətə fokuslanmaq enerji itkisinə səbəb ola bilər. Buna görə prioritetləri düzgün müəyyənləşdirmək əsas vəzifəniz olacaq. Hansı məsələnin təxirə salınmaz, hansının isə gözləyə biləcəyini ayırd etdikcə daxili gərginlik azalacaq. Planlı və mərhələli yanaşma seçsəniz, situasiya nəzarətiniz altına düşəcək. Bu da sizi özünüzü daha inamlı və sabit hiss etməyinizə kömək edəcək. Unutmayın ki, düşündüyünüz hər problem dərhal müdaxilə tələb etmir və bəzi situasiyalar zamanla öz aktuallığını itirir. Hadisələrə bir qədər məsafədən baxmaq sizə real mənzərəni görməyə imkan verəcək. Bəzi narahatlıqlar tezliklə keçmişdə qalacaq və onlara qayıtmağa ehtiyac olmayacaq. Bu səbəbdən emosional reaksiyalardan çox daxili səsinizə güvənmək vacibdir. Güclü intuisiyanız sizə hansı məsələnin üzərində dayanmağa, hansını isə axarına buraxmağa dəyər olduğunu göstərəcək. Günün ikinci yarısında daha aydın düşünmək və balansı bərpa etmək mümkün olacaq. Səbir və rasional yanaşmayla bu günü faydalı nəticə ilə başa vura bilərsiniz. Balıqlar. Gün xırda çətinliklər və gözlənilməyən ləngimələr gətirə bilər. Buna görə ilk baxışda ümumi fon o qədər də uğurlu görünməyə bilər. Lakin emosiyalara qapılmadan, situasiyaya daha geniş prizmadan baxsanız, bu mənzərənin arxasında gizlənən imkanları görə bilərsiniz. Xırda çətinlikləri ürəyinizə salmamaq və diqqəti əsas hədəflərə yönəltmək vacibdir.
peşəkar mövqeləri möhkəmləndirmək, yeni müttəfiqlər tapmaq və həmkarlar, eləcə də rəhbərliklə münasibətləri yaxşılaşdırmaq üçün əlverişli şərait formalaşa bilər. Ünsiyyətdə açıq və səmimi mövqe seçməyiniz əməkdaşlığı asanlaşdıracaq. Məhz çevikliyiniz və eyni anda bir neçə məsələni düşünə bilmə qabiliyyətiniz sayəsində köhnə rəqiblər və ya sizi tənqid edənlər üzərində inandırıcı üstünlük qazana bilərsiniz. Eyni zamanda sizi sevindirən və daxili harmoniyanı bərpa edən məşğuliyyətlərə vaxt ayırmaq tövsiyə olunur. Bu, köhnə bir hobbinin yenidən canlandırılması, yeni yaradıcılıq istiqamətinin sınanılması və ya qısa bir səyahət ola bilər. Ruhunuzu qidalandıran fəaliyyətlər ümumi motivasiyanızı artıracaq və gündəlik gərginliyi azaldacaq. Yaxınlarınızın məsləhətlərinə diqqətlə yanaşın, çünki onların baxışı bəzən sizin görmədiyiniz detalları üzə çıxara bilər. Ola bilsin ki, həyatınızı daha maraqlı və mənalı etmək üçün fokuslanmalı olduğunuz istiqaməti məhz onlar işarə edilər. Bugün balansı qorumaq və öz daxili ehtiyaclarınızı nəzərə almaq uzunmüddətli məmnuniyyətin açarı olacaq.